Qoç, bugünün uğurlu şəraiti qoçların mənəvi və yaradıcı inkişafına kömək edir. Bugün münasibətlərin inkişafı və möhkəmlənməsi, şəxsi həyatda müsbət dəyişikliklər, evliliyə dair qərar qəbul etmək üçün əlverişli zamandır. Böyük ehtimalla bugün ailədə uzun müddətdir narahatlıq doğuran məsələlərdən birini həll etmək mümkün olacaq. Əgər övladınız varsa, ona adət etdiyinizdən bir qədər çox diqqət ayırın. Çox güman ki, məhz indi sizin dəstəyinizə ehtiyacı var. Bugün nümayiş etdirilən sağlam düşüncə və çeviklik qoçlara istənilən qeyri-standart vəziyyətlərin öhdəsindən gəlməyə imkan verəcək. Buğa, bugünkü gün bir mənalı şəkildə xarakterizə olunmur. Günün başlanğıcı yaxın insanlar və dostlarla ünsiyyət üçün əlverişli deyil. Kəskin ifadələrdən və emosiyaların yüksəldiyi söhbətlərdən uzaq durun. Əks halda vəziyyəti son həddə qədər gərginləşdirmək olar. Partnyorun arqumentlərinə qulaq asmamaq və sizin tərəfinizdən əsəbilik eyni cür qarşılıq reaksiyasına səbəb ola bilər. Bugün buğaların romantik macəralardan çəkinməsi daha məqsədə uyğundur. Çünki sonradan onlar arzu olunmaz nəticələrə gətirib çıxara bilər. Əkizlər. Bugün əkizlər üçün potensial olaraq çətin bir gün ola bilər. Yığılıb qalmış yorğunluq və gərginlik özünü göstərəcək. Ətrafdakılarla münasibətlərin yüksək tonlarda aydınlaşdırılması istisna deyil. Həmçinin kobudluq və ya hörmətsizliklə qarşılaşmaq ehtimalı da kifayət qədər böyükdür. Həyat sizi möhkəmliyə sınağa çəkir. Müxtəlif çətinliklər göndərir. Yaxın insanlara qarşı son dərəcə diqqətli, başqaları ilə ünsiyyətdə isə ehtiyatlı olun. Aktiv məşğuliyyətlərdən çəkinin, risklə bağlı addımlar, fiziki həddindən artıq yüklənmə və uzaq səfərlər tövsiyə edilmir. Xərçəng. Bugünkü gün özündə yeni qayğılar gətirəcək. Günün əvvəlində travma riskinin artması, sağlamlıqla bağlı mümkün problemlər, eləcə də ətrafınızdakı insanlarla anlaşılmazlıqlar təhlükəsi var. Günün ikinci yarısı isə xoş bir tanışlıq, hətta romantik bir maraq vəd edir. Bu vaxt xərçənglər hansı işə başlamalarından asılı olmayaraq onun öhdəsindən asanlıqla gələ biləcəklər. Üstəlik dostların və yaxınların dəstəyini arxayın ola bilərsiniz. Şir. Bugünkü gün yeni işlərə başlamaq, ünsiyyət qurmaq və ailə münasibətləri üçün əlverişlidir. Şir bürcünün qadın nümayəndələrini xoş sürprizlər və yeni, bir o qədər də sevindirici tanışlıqlar gözləyir. Bürcünüzün kişiləri üçün isə gün şəxsi həyatda dəyişikliklər vəd edir. Lakin narahat olmağa dəyməz. Nəticədə hər şey sizin üçün ən yaxşı şəkildə cərəyan edəcək. Gün həmçinin alış-veriş etmək, aktiv istirahət və sağlamlığınıza diqqət yetirmək üçün də münasibdir. Qız, kifayət qədər narahat edici bir gündür. Şəxsi həyatınızda gözlənilməz vəziyyətlərlə zəngin olacaq. Günün əvvəlində ətrafınızdakılara qarşı aqressiv davranış yaxın insanlar tərəfindən kəskin etiraza səbəb ola bilər. Günün ikinci yarısı isə qeyri-adi hadisələrlə dolu olacaq və onları çevikliyiniz sayəsində uğurla həll etmək mümkündür. Bugün emosiyaları deyil, məntiqə əsaslanmağa, kompromisli və konstruktiv həll yolları axtarmağa çalışın. Özünüzə tənqidi yanaşmalı və başqalarına qarşı həddindən artıq tələblər irəli sürməməlisiniz. Tərəzi. Pikniklər, yürüşlər, eləcə də daşınmaz əmlakla bağlı istənilən işlər üçün uğurlu gündür. Yaradıcılıq və elmi kəşflər baxımından da bu gün digərlərindən heç də geri qalmır. Əksinə, olduqca münasibdir. Bugünkü tanışlığınız möhkəm bir romantik münasibətə çevrilə bilər. Böyük ehtimalla tərəziləri həyatda yeni bir yol açacaq, xoş bir xəbər gözləyir. Sağlamlığınıza diqqətlə yanaşın. Yüngül yorğunluq mümkündür. Bugün spirtli içkilərdən istifadə etmək məsləhət görülmür. Əqrəb. Bugün əqrəblər üçün maraqlı və cəlb edici bir gün olacaq. Özünüzü nə qədər gözəl, cazibədar və sadəcə qarşısı alınmaz hiss etdiyinizi duyursunuzmu? Özünə inamın artması sizə xeyir verəcək. Sadəcə həddi aşmayın və vaxt aşırı xəyallardan gerçəkliyə qayıdın. Xarici görünüşdə bir qədər soyuq təsir bağışlaya bilərsiniz və yaxınlarınız bunu səhv başa düşəcək. Güya onları dinləmək və diqqət ayırmaq istəmədiyinizi düşünə bilərlər. Bu isə münasibətlərə zərər vura, birliyinizə etimadsızlıq, şübhə və anlaşılmazlıq gətirə bilər. Bugün yanınızda yalnız dəyərli və sizin üçün əziz olan insanlar olsun. Onlara biraz istilik və qayğı göstərin. Oxatan. Bugün oxatanlar üçün yaxın insanlarla qarşılıqlı anlaşmaya gəlmək çətin olacaq. Sizi dinləməmək və baxış bucağınızı qəbul etməmək, məhz bunlarla üzləşə bilərsiniz. Xırda səbəblərdən yaranan mübahisələr münasibətləri alt-üst edə biləcək, böyük bir qalmaqala çevrilə bilər. Buna görə də emosiyalarınızı cilovlayın. Daha çox sevgi və səbir göstərin. Xüsusən də günortadan sonra hər şey sanki öz-özünə yoluna düşəcək. Axşama doğru isə günün birinci yarısında coşan hissləri tamamilə unudacaq və vaxtınızı sevgi, nəvaziş və harmoniya içində keçirəcəksiniz. Sevdiyiniz insana diqqət ayırın. Buna hər ikinizin ehtiyacı var.
Oğlaq. Bu gün oğlaqların bütün qüvvəsi öz prinsiplərini müdafiə etməyə yönələcək. Belə günlərdə təsəvvürünüz tam gücü ilə işləyir. Həyat enerjiniz isə yüksək səviyyədədir. Sabah baş verəcək hər şey görünür ki, sizin xeyrinizə deyil. Nəticədə şəxsi faydanıza çevriləcək. Xüsusilə də günün əsas hadisələri günortadan sonra baş verərsə, hətta ümid etmədiyiniz şeylər belə olduqca adi bir reallıq kimi üzə çıxa bilər. Dolça. Bugün dolçalar üçün yeni biliklər əldə etmək günü olacaq. Özünü inkişaf və xəyal etdiyiniz ideallara çatmaq üçün əlverişlidir. Yaxın insanlar bugün sizin az da olsa düzgün olmayan hərəkətlərinizə işarə edə bilər. Tənqidi dəyərləndirməyə hazır olun və bunu sakitcə qəbul edin. Əziz dolçalar, loyallığınızı qoruyun, əsəbləşməyin, emosiyaların sizi münaqişəyə sürükləməsinə imkan verməyin, qəti ifadələr işlətməyin və gün ərzində heç kəsə səsinizi qaldırmayın. Bugün böyüyən nəslə daha çox diqqət ayırmağa çalışın. Uşaqlarla ünsiyyət sizə yeni enerji bəxş edəcək. Balıqlar. Əziz balıqlar, bugünkü kimi günlərdə astrologiyanın bürcünüzə təsiri yaxşı bir vəziyyət vəd etmir. Ən yaxşı halda əvvəlki mövqələrinizdə qalacaqsınız. Bugün yeni işlərə başlamaq, gələcək üçün plan qurmaq və ya hər hansı gündəlik məsələləri həll etmək tövsiyə edilmir. Belə günlərdə oğurluq və aldadılma ehtimalı var. Buna görə də çox tanımadığınız insanların olduğu yerlərə getməkdən çəkinin. Əgər rasional hərəkət edərsinizsə, hər hansı təhlükədən yayınmaq mümkün olacaq. Lakin risk etməmək daha yaxşıdır. Yaxın insanla ünsiyyət isə sizi xoşa gəlməz hadisələrdən və fikirlərdən qoruyacaq və diqqətinizi dağıdacaq.